Salam, hər vaxtınız xeyir. Bugün sizlərlə Sezar salatanın reseptini bölüşəcəm. Mən hər dəfə bu formada bişirirəm. İnanın, çox dadlı alınır. Əvvəlcə toyuğun filesini bu videoda göründüyü kimi uzun formada doğrayıram. Sonra isə bir qaba əlavə edib, üzərinə ədviyyatları əlavə edib, duz, istiot, biraz paprika. Sonra isə yağda iki tərəfini yaxşıca qızardıram. Qızardıqdan sonra isə başqa bir qaba qoyub soyumasını gözləyirəm. O vaxta kimi mən pomidor, iceberg kələmini, bir də suxariki hazırlamışam. Suxariki hazırlamağı videosunu kanalımda var. İstəsəz baxa bilərsiniz oradan. Bütün ərzaqlar hazır olandan sonra keçirəm salata hazırlamağa. Əvvəlcə iceberg kələmini çox xırda olmamaq şəklində doğradım. Sonra isə salata hazırlayacağım. Qaba əlavə eləyirəm birinci kələmi. Sonra isə suxariki. Üzərinə isə toyuq filesini, pomidoru əlavə eləyirəm. Mən çeri pomidordan da istifadə edirəm. Bu formada bu pomidordan da istifadə edirəm. Bu formada da dadlı alınır. Əgər çeri yoxdursa, bundan da istifadə edə bilərsiniz. Sonra isə tezdən biraz kələmi, Sezar sosunu da əlavə eləyib, bir 10 dəqiqə qədər gözlədib, sonra nuş edirik. İnanın, çox dadlı alınır. Siz də hazırlaya bilərsiniz. Həm üstünə də isə parmezan pendirini biraz rondodan keçirdirəm. Tyorkadan. Görünüşü bu şəkildə də həm də dadlı alınır.